Geldi integrala. İntegralda sahə dərsimiz. Bu toplunun sualıdır. Kim göndərirsə topludandır bu. Bunun izahları bizdə hamısı vardır. Hələ toplun izahları video şəklində vardır. Nə yadımıza salaq? İntegral ayrı idi, sahə dediyimiz ayrı idi. Boy oxundan yuxarıda yerləşən hissələr üçün integralla özü eyni idi. Boy oxundan aşağıda yerləşən hissələrdə isə sahə integralın əksi idi. Yəni burada bizim integralımız var. Baxın, cavabda mənfidir. Sahə mənfi ola bilər? Yox. Və o integral iki hissədən ibarətdir. Biri 0-dan 5-ədir. Diğeri nədir görürsünüz? 5-dən 6-yadır. Və bu bizə bütün 0-dan 6-ya fx dx verir. İndi bu nə verir? Belə bir baxaq. Bunun cavabı mənfi 47 bölünsün 4 verir. Bu tərəfdə görək nə var? Dedik, bura integralla əksdir. Niyə? Çünki aşağıdadır. Onda bu mənfi s1'dir. Bura isə yuxarıdadır. Sahə burada həm təbii ki müsbətdir. Elə sahənin integralı nə olur? Eyni olur. Ora isə olur müsbət s2. Deməli, o x oxundan yuxarıda yerləşəndə sahə ilə integral eyni idi. O x oxundan aşağıda yerləşəndə sahə ilə integral əksi. İnşallah verib də sizə S1 nə qədər verir? Mənfi 47 bölünsün. Deməli, mənfi 47 bölünsün. Buradadır. Burada da mənfi 47 bölü 4'dür. Burada deməli S2'miz nəyə bərabər olur? 47 bölü 3, sırası 47 bölü 4. Bu da yadımda qalıb 12'də 47 eləyir. Anladınız mı? Yuxarıda olanları topluyorsunuz, aşağıda olanları çıxırsınız. İntegralla sahə eyni deyil. Əslində sahəmiz, yadınızda saxlayın, integralın moduludur. Belə ümumi halda belə götürə bilərsiniz. Çünki təbii ki, sahə mənfi olmayacaq. Anladın? Yuxarıdakı bərabər yox, belə deyə bilərsiniz. Bax, nədir buradan görürsünüz? Sıfırdan neçəyədir? 5'ə. Buradan neçəyədir? Onları mən parçalamışım. Tamamən nəyi verməlidir? Sıfırdan 6. Bəs yaxşı, qoy elə burada videoya düşsün. Ben niyə bunu anlamayıbsan? Sən 3 günə bundan sual göndərməyibsən? Necə? Mən demişim, suallarınızı göndərin 3 gündür. Bu integral mövzumuzdur. Bunu siz hər tərəfli təkrarlar da edirsiniz.